Hər kəsə salamlar. İlməvi kanalıma xoş gəlmisiniz. Yeni videolarımdan xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Bugün sizinlə sehirli halqanı necə toxuyuruq, sehirli halqanın içərisinə ilmələri necə toxuyuruq, ilmə artırma, azaltma onları göstərmək istəyirəm. Keçən dərslərdə sizə sehirli halqanı necə edirik onu göstərmişdim. İndi bir dəfə də göstərim. Deməli, sapın qısa tərəfini, qısa ucunu iki barmağımız üzərinə qoyuruq. Uzun ucunu bu cür çeviririk. Burada görürsünüz necə ip salınır. Sonra milçəni ipin altından salırıq. Sol tərəfdəki ipi götürürük. Gördünüz. Sonra fırladırıq. Yenidən ipi götürürük və ilmənin içərisindən keçirdirik, bərkidirik. Bu bizim sehirli halqamızdır. Sehirli halqanı bu qısa ipi dartanda halqamız kiçilir. Sonra belə dartanda açılır. İndi sehirli halqamızın içinə ilməni necə yığırıq göstərmişdim. İndi bir daha yenidən göstərirəm. Milçəni halqanın içərisindən keçirdirik, ipi götürürük. İki ilməni birlikdə toxuyuruq. Yenidən milçəni sehirli halqanın içərisindən keçirdirik. İpi götürürük və sıx ilməmizi toxuyuruq. Bu cür təkrar edirik. Bu sıx iynənin toxunmağın bir növüdür. Bir də digər növü var. Onu da göstərim sizə. Ən çox oyuncaq toxumaqda həmən üsuldan istifadə edirik. Baxın, bir sadə sıx ilmə, yəni baxın halqanın içərisindən milçəni keçirtdik. Həmən bu ipin altından milçəni saldıq, ipi götürdük milçəmizə. Burada 2 dənə ilmə var. Sonra ikisini bir yerdə toxuduq. Amma oyuncaq toxuyanda ən çox istifadə etdiyimiz milçəni sehirli halqamızdan keçirdirik. Bu dəfə ipin üstündən. Görürsünüz necə? İpin üstündən götürürük ipi, ikisini birlikdə toxuyuruq. Sonra yenidən milçəni salırıq, ipi üstdən götürürük. Bu üsul ən çox oyuncaq toxuyanda bizə lazım olur. Yenə də baxın, ipi götürürük, iki ilməni birlikdə toxuyuruq. Yenidən ipi götürürük, iki ilməni birlikdə toxuyuruq. Onları da sizə toxuyub göstərəcəm. İndi hələlik müvəqqəti. Sadə üsulla toxuyaq. Göstərim sizə. Deməli, həmişə belə nazik saplarla sehirli halqa eləyəndə bu sehirli halqanın içərisinə 6 dənə ilmə yığırıq. 1 2 3 4 5 və 6. İndi yeni başlamışsınız. Baxın, bu toxuduqlarımızı tuturuq. Bu qısa ipi dartırıq. Görürük halqa bağlanır. Çalışın tam sıx bağlamayın. Yeni başlayanlar üçün. Çünki bu ilməni toxuya bilməyəcəksiniz. Çünki bu ilmə də sıxılır. İndi bizə sayırsınız. Baxın 1, 2, 3, 4, 5. Görürsünüz, baxın 1, 2, 3, 4, 5 və 6-cı ilmə. Deməli, birinci ilmə ilə 6-cı ilmə əslində budur. Mən tərsinə saydım. Birinci ilmə ilə, sonuncu ilmə ilə birinci ilməni baxın necə ilmə sürüşdürmək ilə bir-birlərinə birləşdiririk. Gördünüz necə? Baxın, sonuncu ilmə ilə birinci ilməni ipi götürürük. Gördünüz, ilmənin içərisindən çıxartdıq. Sonra bu ilmənin içərisindən çıxardırıq. Bu oldu ilmək sürüşdürmək. İndi baxın, burada ara qaldı. İndi sıxmaq olar ki, həmən o ara bağlansın. Belə tuturuq, möhkəm də dartmırıq, amma qısa ipi dartırıq astaca. Görürük ki, bağlandı. Gördünüz? Bağlandı. Baxın, tuturuq.
Sonra astaca dartırıq və həmən o ortadakı dəlik bağlanır. İndi burada 6 dənə ilmə var. İlmə çoxaltmağı necə edirik? İndi ilmə artırmanı göstərirəm sizə. Yəni bu yol mütləqdir. Məsələn 6 dənədirsə, birinci sıramızda 6 ilmə varsa, ikinci sıramızda mütləq 12 dənə ilmə olmalıdır. 8 ilmə varsa, ikinci sıramızda mütləq 16 ilmə vardır. Yəni mütləqdir ki, bu ilmələrin içərisinə 2 dəfə toxuyaq. Buna artırma deyilir. Mən indi başladığım yeri itirməmək üçün gördünüz bu qısa ipi toxuduğum işin əvvəlinə götürürəm. Gördünüz necə? İndi baxın, ilmə necə artırırıq. Baxın, bir dənə ilməmiz var. Həmən bu ilməyə 2 dəfə toxuyuruq. Buna deyirlər ilmək artırmaq. 1, baxın, eyni yerə milçəni salırıq. İpi götürürük. 2. Baxın, növbəti ilmə. 2 dəfə içərisinə toxuyuruq. 1, eyni yerə 2. Buna deyirlər ilmək artırma. Yenidən 1, 2. Baxın növbəti 1, 2. Baxın növbəti ilmə 1, 2. 1, 2. İndi bunu saysa, burada neçə dənə idi? 6 dənə ilmə yığmışdıq. Burada yuxarıda 12 dənə ilmə olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci ilmə. Həmişə toxuyanda diqqətli olun. Mən burada möhkəm sıxıb bağlamamışdım. Baxın, indi bağlandı. İndi bunu heç vaxt unutmayın. Yəni bu həmişə beləçinə olur. 6 dənə toxuduq. 6 dənəni 2-2 toxuduq. 12 dənə. İndi baxın. Bir dənə toxuyuruq. Bir dənə artırırıq. Artırma necə eləyirdik? Eyni ilmənin içərisinə 2 dəfə toxumaqla. Bir dəfə toxuyuruq. Bir dəfə artırırıq. 6 dənə olduğu üçün hər sırada 6 dənə artır. Avtomatik düşünməlisiniz. Birinci sırada 6-dırsa, ikinci sırada 12-dir. Üçüncü sırada 12-nin üzərinə 6 gələn neçə eləyir? 18. Deməli 18 olmalıdır. 6 artır. Baxın, yenə də bir dənə toxuyuruq. Bir dənə artırırıq. Yeni başlayanlar mütləqdir ki, ilmələri hər sıra bitdikdən sonra saysınlar. Çünki bir dənə səhv oldu, sonra toparlamaq olmur. Baxın, indi burada olmalıdır 18 dənə ilmə. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18-ci ilmə. İndi burada 18 dənə ilmə var. Ondan sonraki ilmə olur 18-in üstünə 6 gələndə eləyir 24. Sonra 24-ün üzərinə 6 gələndə 30. Bu cür artır. Bir də onu deyim ki, misal üçün indi biz neynədik? Bir dənə toxuduq, bir dənə artırdıq. Növbəti sıranı göstərim sizə, ondan sonra azaltmanı göstərim. Birinci neçə idi? 6, sonra 12, ondan sonra bir dənə toxuduq, bir dənə artırdıq. İndi baxın, özü görsənir. Bir dənə ilməmiz görürsünüz boş toxunub. 1, növbəti ilmə. 2, görürsünüz bir dənədir, tək ilmədir. 2, demək 2 dənə ilmə toxuduq, 3-cü ilməyə gəldik, çatdıq. Baxın burada 2 dənə ilmə toxuyublar. Bir dənə ilmənin içərisinə 2 dənə ilmə toxuyublar. Burada nə ediblər? Artırıblar. Bu sırada da biz həmən bu artırılmış yerə artırırıq. Baxın 1, sonra yenə də eyni ilmənin içərisinə 2. Gördünüz? İndi bax yenə də sıra ilə olur. 1, 2. 2 dənə toxuyuruq.
Gəlirik, baxır, görürük burada bir dənə ilməyin içində 2 dəfə toxuyublar. Özü görünür. Bilmirəm sizə belə aydın olur ya yox. Baxın, bir dənə ilmənin içərisində 2 dənə ilmə var. Deməli, bura artırılmış ilmədir. Və bu artırılmış ilmənin üzərinə 2 dəfə toxuyuruq. Yəni bir dəfə də artırmış oluruq. Yenə də 1 2 dənə toxuyuruq, gəlirik artırılmış ilmə üzərinə 2 dənə toxuyuruq və belə sona qədər gedirik. Necə oldu? Bax, bir dənə toxuduq, bir dənə artırdıq, bir dənə toxuduq, bir dənə artırdıq, keçdik növbəti sıraya. 2 dənə toxuduq, bir dənə artırdıq, 2 dənə toxuduq, bir dənə artırdıq. İndi sıra burada bitdikdə başlayacağıq 3 dənə toxuyub bir dənə artırma. Yəni ki, avtomatik. Burada necə, məsəl üçün 2 dənə toxuyuruq. Baxın ki, avtomatik gəldik artırılmış ilmələrin üzərinə və həmən ilmələrin üzərinə biz də artırırıq. Və yenidən 2 dənə toxuyuruq, gəlirik artırılmış ilmələrin üzərinə və 2 dənə toxuyuruq artırılmış yerə. Gəlib sonda 2 dənə toxuyuruq, bir dənə artırırıq və sıramız bitmiş olur. Sıramızın bitməyini də görürsünüz, burada işarətləyici qoymuşam. Başqa cür də işarətləyicilər olur. İstəsiz onları da hər sıra bitdikdə bu axırıncı ilməyə taxmaq olur. Onu da göstərərəm sizə. Belə başqa rəngdə də qoymaq olur. İndi mən sadəcə işin öz ipini keçirtdim qabağa ki, onsuz da avtomatik görünür. Məsəl üçün, baxın, burada bitirmişdik də. Görürsünüz, 2 dənə toxumuşuq, bitirmişik. Görürsünüz, burada da bitir. Bu da növbəti sonuncu artırma bitdi. İndi avtomatik 2 dənə toxuyub bir dənə artırmışlar. Sıra bitəndən sonra baxın 1 2 3 dənə toxuyuruq. Görürsünüz, gəldik artırılmış yerə, ilmələr olan yerə. Artırılma üstünə nə edirik? Bir dəfə də özümüz artırırıq. Sonra yenidən 1 2 3 dənə toxuyuruq, bir dənə artırırıq. Çünki artırılmış ilmələrin üzərinə gəlirik. İndi bu cür davam edirik. Baxın, 3 dənə toxuyuruq, bir dənə artırırıq. Sonra yenə də 3 dənə toxuyacağıq ta ki sona gələnə qədər. Sona gəldik, çatdıq. Növbəti sıraya qalxanda özünüz görəcəksiniz, avtomatik burada 4 dənə ilmə oldu. 4 dənə toxuyacağıq. Sonra o birisi sırada 5 dənə toxuyub bir dənə artıracaq. O biri sırada 6 dənə toxuyub bir dənə artıracaq. Nə qədər toxumaq istəsək, o qədər də bu 6 dənə artırılma yeri necə var elə qalır. 6 dənə artırılma yeri. Amma ortadakı ilmələrin sayı hər sırada eyni çoxalır. Birinci dəfə 1 çoxalır, ikinci dəfə 2, üçüncü dəfə 3, sonra 4, 5 elənçinə gedəcək. İndi bir dənə sıranın sonuna qədər toxuyum. Baxın, gəldik, çatdıq sonuncu artırmaya. Artırdıq və sıra bitdi. Gördünüz? Sıra bitdi. İndi mən sizə azaldım. Necə azaldırıq? Baxın, artırılma yerləri görsənir. 1, 2, 3, 4, 5 və 6. Görürsünüz? Artırılma yerləri görsənir. Nə qədər toxuyursunuz, toxuyun, 6 dənə artırılma yeri olur. Amma ortadakı ilmələrin sayı dəyişir. İndi azaldma göstərirəm sizə, necə azaldırıq. Baxın, indi biz nə etmişdik? 3 dənə toxumuşduq, bir dənə artırmışdıq. İndi baxın, növbəti sıraya çatdıq. 4 dənə toxuyuruq. Əgər bu dairəni böyütmək istəsək, nə edirdik? Daha doğrusu bir dəqiqə. 3 dənə toxuyuruq, dayanırıq. Böyütmək istəsək 4 dənə toxuyub bir dənə artıracaqdıq. İndi baxın, bu artırılma yerlərini azaltmalıyıq. Deməli, 3 dənə toxuyuruq, bir dənə azaldırıq. Baxın, azaltma yerləri necə azaldırıq. Baxın, bir dənə ilmə görürsünüz necədir? 2 dənə divarı var. Baxın, bir bu tərəf, bir o tərəf. Mən sizə 2 cür azaltma göstərəcəm. Ən yaxşı yollar bunlardır. Baxın, bir bu divarını götürürük, sonra o biri ilmənin də, baxın, bir bunu götürürük.
o biri ilmənin də bu divarını götürürük. Elə bir 2 dənə ilməni bir yerdə toxumuş oluruq. Baxın, belə. Sonra 2 dənə ilməni bir yerdə toxuyuruq və toxuyuruq. Gördünüz, azaltdıq. Sonra yenə də 3 dənə toxuyuruq. 1, 2, 3. 3 dənə toxuduq, görürsüz? Azaldırıq. Bu da başqa yoldur. Baxın, bir dənə ön divarı, o birisi ilmənin də ön divarı, 2 dənə ilməni gördünüz, birlikdə toxudum. Toxuyuruq ikisini bir yerdə, sonra ikisini bir yerdə toxuyuruq. Yenə də 3 dənə toxuyuruq. 1, 2, 3. Azaltmaq. Bir dənə, 2 dənə. Bunu elə belə sadəcə azaldırıq. Görürsünüz necə azalır. Amma misal üçün adicə dairə toxumaq üçün onu da göstərəcəm sizə o biri dərslərdə. Sadəcə indi sizə azaltmanı göstərirəm ki, necə azaldırıq. Əgər 3 dənə toxuyub bir dənə artırmışıqsa, onu yadımızda mütləq saxlayırıq ki, çünki sonra sıraları boş toxuyanda, misal üçün burada neçə dənə sıra alınmışdı, yadımdan çıxdı, saymadım. O sıraları düz toxuyuruq, sonra istədiyimiz yerdə azaltmaq lazım. Mən sadəcə sizə azaltmaq üçün göstərdim beləcinə. Azaltmaq lazım olanda həmən sıranın, həmən ilmələrin sayı qədər toxuyub sonra azaldırıq. Məsəl üçün biz toxumuşduq, 3 dənə toxumuşduq, bir dənə artırmışdıq. Azaldanda da elə azaldırıq. 3 dənə toxuyuruq, bir dənə artırırıq. İnşallah sizə gələn dərsdə onu da başa salacağım. Gələn dərs dairə toxuyarıq bir yerdə. Sadəcə mən də sizə azaltmalar necə olur onu göstərdim. Bir daha göstərim azaltmanı toxumadan. Baxın, görürsüz? V şəklindədir, düzdür? İlməmizə belə üstdən baxanda. Bu bir divarı, ilmənin, birinci ilmənin bir divarı, sonra baxın ikinci ilmənin də o biri divar. İkisini bir yerdə toxuyuruq. Sonra ikisini bir yerdə toxuyuruq. Məsəl üçün, belə azaldanlar da var. Belə ilmələrin içərisindən çıxardırlar. Sonra hamısını bir yerdə toxuyurlar. Bu heç qəşəng estetik görünmür. Pis görünür. Yəni qətiyyən o yolla toxuyub azaldmayın. Belə siz azaldın. Ya 2 ilmənin ön divarlarını birlikdə toxuyun, ya da ki birinin ön divarını, digərinin arxa divarını birlikdə toxuyursunuz, azaltmış olursunuz. Əgər sizə nəsə aydın olmadısa, rəy olaraq mənə yaza bilərsiniz. Mən sizə gələn dərs daha aydın şəkildə başa sala bilərəm. Sona qədər məni izlədinizsə, təşəkkür edirəm. Zəhmət olmasa, mənə dəstək olmaq üçün videolarımı bəyənsəz çox sevinərəm. Təşəkkür edirəm. Sağ olun.